Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 30-11-ci ay 2025-ci il Masallı Abituriyent Mərkəzinin keçirdiyi blok imtahanının suallarına baxacağıq. 10-cu siniflər üçün 1-ci qrupun riyaziyyat suallarına keçək ilə suallarımızın izahına. Bizə verir ki, BM və BM şualara uyğun olaraq ABC və ABN bucaqların tənbölənləridir. Aha, tənbölən deyirsə bizə, qoyudan qələm düzəldək. Şagirdlər, tənbölən deyirsə, MB şuası, bax bu bucağı nə idi? Tənböləndi. Onda burada alfa düşürmü? Bunu bildik. Axı bizə deyir ki, B-in şuası da ABC-nin tənbölənidir. Əgər bura bütövlükdə 2 alfadırsa, onda bura üçün də 2 alfa düşürmü? Axı deyir bizə tənböləndir B-in şuası. Və bizdə AB-in bucağında neçə dərəcə verib? 140 dərəcə. Onda belə çıxır ki, 2 dənə alfa plus 2 dənə alfa neçə dərəcə olur bizdə? 140. 4 dənə alfa 140-dırsa, alfamız neçə çıxır? 35 dərəcə. Bizdə nəyi soruşur? M bucağı. MB haradır? Bax, bu bucaq. Bunu bizdən soruşur. Alfa da o bucaq deyil. Onda cavabımız nə olacaq? 35 dərəcə. Bu variantı. Keçdik növbəti suala. İkinci sual. Uyğun tərəfi perpendikulyar olan bucaqların ölçüsü 3/5 nisbətindədir. Aha, uyğun tərəfi perpendikulyar olan bucaqlardırsa, onda bunların cəmi neçə dərəcə olmalıdır? 180 dərəcə. Onda buradan biz alfanı tapsaq, 188-ə bölsəm 22,5 düşürmü? Və bizdən nəyi soruşur? Kiçik bucağı tapın. Axı kiçik bucağımıza 3 alfadır. Onda 3-ü də nəyə vuracam? 22,5. Burada da cavabımız nə olacaq? 67,5. C variantı. Keçdim 3-cü suala. 45 ədədin x faizi ilə y faizinin fərqi 18-ə bərabərdir. X plus y cəmi 90 olarsa, gəlin verilənləri yazaq. X plus y 90. Və 45 ədədin x faizi. 45-in x faizini tapsam, 45-i x-ə vurub 100-ə bölərəm minus. 45-in də y faizini 0 yenə də y-ə vurub 100-ə bölərəm. Fərqi nəyə bərabərdir bizdə? 18-ə bərabərdir. Şagirdlər, gəlin burada hər tərəfi nəyə vuraq? 100-ə vuraq ki, bizdə nə olsun? Kəsirdən azad olsun da kəsir qalmasın. Onda nə qalar bizdə? 45x minus 45y, bu da bərabərdir nəyə? 1800-ə. Burada nə edərəm? Hər tərəfi 45-ə bölərəm. Hər tərəfdə 45-ə bölsəm 45-lər də gedər. Onda nə qalır? Məndə x minus y 1800-də 45-ə böləndə bərabər olacaq 40-a. Və bizdə birinci şərtdə nə vermişdi? X plus y cəmində neçə verir mənə? 90. Onda biz bu sistem tənliyi həll eləyərik. Tərəf-tərəfə bunları toplasaq, y-lər gedəcək. Onda nə olacaq? 2 dənə x bərabərdir 130-a. X neçə çıxır bizdə? 65. X çıxdı 65. Məndən nəyi soruşurdu? Y-i tapın. Y nəyə bərabərdir? Cəm 90 deyildimi? Gətirib yazaram yerinə. Y bərabərdir 90 minus x. Yəni 90-dan çıxaram 65-i. Nəyə bərabər olmuş olar? 25-ə. Bu şəkildə. Demək, y-imiz neçə çıxdı? 25. B variantı. Keçdik 4-cü suala. Ədədlərin hasilinin standart şəklində yazılışında tərtibini tapın. Demək, AB hasili nə olacaq? 4/5 vurulsun 3, vurulsun 10 üstü mənfi 7 vurulsun 10 üstü 4-ə. Qiymətli hissəmiz olacaq neçə? 13/5 vurulsun 10 üstü mənfi 3. Axı biz bilirik ki, ədədin standart şəklində yazılışında bu qiymətli hissə 1-dən böyük nə olmalıdır? Ondan da kiçik. Onda bunu 1-10 aralığına gətirsəm, 1/35 vurulsun 10 üstü neçə qalar? Mənfi 2. Vergül sola sürüşdükcə onun qüvvəti 1 vahid artacaq. Yəni mənfi 3-dən artıb olacaq neçə? Mənfi 2. Doğru cavabımız olur D variantı. Modul sualdır bu. Görür ki, A C-dən kiçik, C də B-dən kiçik. Modulun onda nə edəcək? İçinin işarələrini təyin edəcək. Müsbətdirsə özü çıxacaq, mənfidirsə nə olacaq? Əksi. A minus B. A B-dən kiçik ədəddir. Kiçik ədəddən də böyük ədədi çıxanda nə verir bizdə? Modul mənfi. Sonra C minus B. C də B-dən kiçikdir. Yenə də modulun içi mənfi verəcək. C minus A. C A-dan böyükdür. Onda böyük ədəddən kiçik ədəd çıxanda nə verir bizə? Müsbət. Onda bura müsbət. B-dən C-ni çıxıram. Yenə də müsbət. Onda nə olacaq bu modulumuz? Birinci modulun əksi çıxır. B minus A. Uşaqlar, mənfi əksi çıxacaq. Sadəcə burada mənfi işarəsi də var deyənə. Mənfi də nə olacaq? Müsbət. Olacaq cavabımız nə? C minus B. Digərləri olduğu kimi çıxacaq. Amma gəlin birinci mötərizədə çıxardaq ki, çaşmasın. İşarə səhvinə görə. Bərabərdir. Gəlin sadələşdirək. B minus A plus C minus B minus C plus A plus B minus C. Yəni mötərizənin qarşısında mənfi işarəsi var deyənə mötərizəni açanda işarələr əksinə dəyişdi. Baxıram ki, B var, mənfi B var, getdi. Mənfi A var, müsbət A var, getdi. C var, mənfi C var, getdi. Nə qaldı məndə bir dənə?
mənfi C və müsbət B. Yəni B minus C. Varmı elə cavab? B minus C. Bu variantı. Keçdik 6-cı suala. 6-cı sualda nə deyir bizə? AB cəmi verib A minus C fərqi 2 olarsa bu ifadəni sadələşdirək. Baxın, bunda mən nəyi çıxardaram mötərizə qarşısına? A-nı çıxardıram mı? A çıxdı, nə qaldı məndə? A plus B minus, buradan da nə çıxardacağım? C-ni. Və mötərizənin qarşısında mənfi işarəsi vardı, yəni mötərizənin daxilindəki işarə nə olacaq? Əksinə dəyişəcək. Bunların ikisində də nə var? Ortaq vuruq. A plus B, onu çıxartdıq qarşıya. Nə qaldı bizdə? Birinci ifadədə A, ikinci ifadədə də C. Verilənləri gətirib yazarım yerinə. 5 vurulsun, A minus C fərqi neçədir? 2. 2 5-i neçə eləyir? 10. Doğru cavabımız nə olur? D variantı. 7-ci sualı lövhədə yazaq. Lövhəni təmizləyim. Mənə nəyi verib? 1 plus 3 plus 5 plus bu şəkildə getdi. 21 bərabərdir nəyə? B olarsa, aşağıdakı cəmi B ilə ifadə eləməyimizi istəyir. 101 plus 103 plus 105 plus nöqtə plus 121. Şagirdlər, baxın nə edirik? Burada 101-i necə parçalayaram? 1 plus 100 kimi parçaladım. Plus bunu necə parçalayaram? 3 plus 100 kimi. Plus eyni qaydada da bunu da 5 plus 100 kimi. Plus nöqtə. Burada parçalayaram neçə? 21 plus 100 bərabərdir. Baxın burada nələr var? 1, bir dəqiqə. 1'imiz var. Nə oldu buna? Hansı ifadə var? 1 var, 3 var, 5 var, 21 var. Bunu bir qruplaşdırıb yazacağım. 1 plus 3 plus 5 plus nöqtə 21 plus. Sonra nələr var? Yüzlər var. Hamısı məndə neçədir? 100 dənədir. Baxaq görək neçə dənə 100-dür. Onu da hardan tapacaq? Bax bu ifadədən sonuncundan çıxaram birinci. Bölərəm neçə vahid artır? 2 vahid 2 vahid. Demək 2-də bölərəm. Üzərinə bir dənəyə gəlirəm 1. 21-dən 1 çıxdım. 20 böldüm 2-yə 10, 11. Yəni burada mənim 11 dənə 100'üm olmuş olacaq. Onda belə çıxır ki 11 vurulsun 100. Yəni 11 dənə 100'ün cəmi ilə 11 vur 100 deməkdir. Bərabərdir. Bu ifadəni bizə vermişdi. Neçə vermişdi? B ilə ifadə eləmişdikmi? Gətirib yazarım yerinə B plus neçə? 100, 1100. Cavabımız nə olacaq bizim? B plus 1100 və yaxud da ki 1100 plus B-yə. C variantı toplananların yeri dəyişəndə cəm dəyişmir. Keçdik növbəti suala. Çevrəyə aid sualdır. Demək, bizə nə verir? Gən şəklin üzərində işləyək. Verir ki, AB məsafəsini 8 verilir. AD məsafəsini 16 verib. AD məsafəsi neçədir? Bura məsafə 16. AC-ni məndən soruşur. Şagirdlər, biz bura x hər hansı x deyirsəm, onda bura nə qalır? 16 minus x qalırmı? Bəli. İndi nə edəcək? Toxunanın xassəsini tətbiq eləsək. Nə idi toxunanın? Toxunanın kvadratı bərabərdir. Bax, bu çöldəki hissə, yəni x vurulsun ümumi uzunluğumuz. Axı, ümumi uzunluğu AD-ni vermişdi bizə neçə? 16 vuraram 16-ya. Onda belə çıxır ki, 16x bərabərdir nəyə? 64-ə. X-i də tapsam, 64-ü 16-ya böləndə neçə alırıq? 4-dür. Cavabımız nə olacaq? C variantı. Yəni, bizdən AC-ni soruşurdu, AC-yə də x demişdik, yəni 4 tapmış olduq. Çevrənin kəsişən iki vətərlərindən biri 8, digəri 24'dür. Aha, gən şəkli çəkək, hansı bir çevrə. 2 dənə vətər çəkək. Kəsişən iki vətərlərdən biri 8. Tutaq ki, bu 8 oldu, bu da oldu neçə? 24. Hissələri. O birisi isə 1 və 3 nisbətdə bölünür. Yəni, 1-3 nisbətdə bölünmək o deməkdir ki, hər hansısa x və 3x. Tutaq ki, mən bura x deyərəm, burada nə deyərəm? 3 dənə x. Vətərlərin xassəsinə görə, kəsişən vətərlərin xassəsi nə idi? X vurulsun 3x bərabərdir. 8 vurulsun neçə? 24'ə. 3 ilə 24 apararam, x qalar 8. Yəni, x-in kvadratı bərabərdir 64. 8-i 8-ə vurdum da. Onda x-i neçə tapırıq biz? 8 tapmış oluruq. Məndən nəyi soruşur? İkinci vətərin uzunluğunu tapın. İkinci vətərdəki x 3x deyildimi? Cəmi neçə olacaq? 4x. X-i də tapmışam 8. 4 vurulsun 8 neçə elir? 32. Cavabımız neçə olacaq? C variantı. Gəldik növbəti suala. İki paralel düz xəttin üçüncü düz xətlə kəsişməsindən alınan daxili bir tərəfli uzaqlar. İki dənə paralel düz xətdir. Üçüncü düz xəttin kəsişməsindən alınan necə? Daxili bir tərəfli. Daxili bir tərəfli bu əgər 65-dirsə, digəri üçün neçə qalacaq? 115 qalırmı? Yəni daxili bir tərəfli uzaqların cəmi neçə nəyə bərabərdir? 180 dərəcəyə bərabərdirmi? Ona görə 115 qalmış olur. C variantı. Sonra
Keçdik 11-ci suala. Bu müxtəsər mod düsturu ilə bunu gəlin sadələşdirək. 76 minus sürətimiz nə verəcək bizə? 76 minus 24 76 plus 24 bölünsün neçə? Məxrəc nə olacaq? 41 minus 39 41 plus 39 demək, sürətdə yazacaq 76-dan 24-ü çıxıram. Neçə qalır? 52 qalırmı? 52 vurulsun. Cəm toplasam neçə qalacaq? 100. Eyni qaydada məxrəcdə də 41-dən 39-u çıxıram. 2 vurulsun. Cəmləsi neçə olur bizdə? Demək 80. Nə qaldı bizdə? Bunlar gəlin ixtisar aparalım. 2 ilə 52-ni apardım ixtisar neçə qaldı? 26 bölünsün. 80-i 0 ilə 100-ün 0-ını apardım. Sonra 2 ilə bunu da apardım. İxtisar məxrəcimizdə qaldı 4. Sürətimizdə neçə qaldı? 5. 4-də neçə çıxır bizdə? 130. Uşaqlar, bunu da ixtisar aparsam neçə qalır? 2-də 65. İndi 65-də 2-yə neçə dəfə düşür? Neçə dəfə bölünür? 32,5. Hara etdi? 32,5 var elə cavabımız. 32,5-dir variantı. 13-cü sual. 13-cü sualda nə edirik? Bax, bu hissədən gəl görək x kvadrat y-i çıxartdıq qarşıya. X-in kvadratı y-i çıxartdım qarşıya. Nə qaldı? Birincisində x, ikincisində y minus. Digərinə nəyi çıxardaram? X, y-i çıxardaram. Qalar y plus x. Niyə? Yenə də mötərizənin qarşısında mənfi işarəsi var. İndi burada nə edirik biz? X, y atarıq qarşıya. X plus y. X-in kvadratı y minus x, y. Burada da yenə nəyi çıxardırıq? İkisində də olan ifadə nədir? X, y. X, y çıxartdıq qarşıya qaldı. X plus y. X minus 1. Var mı elə cavabımız? X, y, x plus y. Demək, yox. X, y. Burada hansı olacaq cavab? A variantı. Elə bir yerə gətirib cavablar. Demək, burada nə edirlər? X minus y hesablar ortaya. Bəli, eyni ifadədir. X, y, x plus y, x minus 1. A variantı. N2 olduqda ifadəsinin qiymətini tapın. 3-ün kvadratı plus 5-in kvadratı minus 4-ün kvadratı bərabərdir. 9 plus 25 minus 16 bərabərdir nəyə? 24-dən çıxıram 16-nı neçə qalır? 8. Demək, nə tapdım? Daha doğrusu 24 nə idi mən? Nə ilə? 9 ilə 25-i toplayıb 24 niyə yazıram? 34. 34 tapdım, sonunda 18 çıxmış olacaq. B variantı. Keçdik 14-cü suala. Lövhəni təmizləyən bu deyəsən uzun gedəcək, bizi orta məxrəcə gətirib falan yazacaq. Uşaqlar, gəlin birinci mötərizənin üçün orta məxrəcə gətirək. Bunlar üçün orta məxrəci neçədir? A minus B, A plus B. Onda belə çıxır ki, birinci kəsirimi nəyə vurmuşam? A plus B-yə olursa 3 dənə A plus 3 dənə B. Minus, ikinci kəsir üçün də orta məxrəci A minus B-dir. Nə olacaq bizdə? A plus B. Nəyə vuracam ikinci kəsirdə? A minus B-yə olacaq neçə? 3A minus 3B. Bölünsün. Bu mənim bir kəsirim. Digər kəsirdə necə yazaram? O qaydada yenə də. Buraya üçün orta məxrəci nə olacaq bizdə? A minus B, A plus B. A minus B, A plus B. Bunu da bir kəsirdə yazacağım. Nə olur? Birinci kəsirimizi minusuna vurmuşamsa olacaq 6A minus 6B. Minus ikinci kəsirdə nəyə vurmuşam? Plusuna. 6A minus B. Niyə minus B? Çünki ayrı-ayrı kəsirlərdə olsaydı 6A plus 6B olacaqdı. Sadəcə 6-nı da yazım 6B. Bir kəsirdə yazdığımıza görə burada minus işarəsi olduğu üçün biz nə etdik? İşarəmizi əksinə dəyişdik. İndi gəlin sadələşdirək. Məxrəcim olur A kvadratı minus B-nin kvadratı. Sürətdə nə olacaq? Bir kəsirdə yazsam 3A ilə 3A gedir. 3B, bax bu minusa görə bu da nə olacaq? Plus 3B ilə 3B-ni topladım 6B. Bu bölməni vurma ilə əvəz elədim. Kəsirin sürəti ilə məxrəcin olduğu yerin dəyişdi. A kvadrat minus B kvadrat qalxdı sürətə. Burada nə olacaq? Baxın. Yenə də 6A, 6A getdi. Nə verir məndə? Mənfi 12B-yə. Bu da bərabər. A kvadrat minus B kvadratı bunlar getdi. B-lər getdi. 6 ilə 12 getir nədir? Mənfi 2-də 1 və yaxud da ki, mənfi 0,5-ə. Mənfi 2-də 1 A variantı.
Ədədlərini müqayisə edin. Gəlin eyniləşdirəyin. Əsaslarını eyniləşdirəyin. 4-ü necə yazaram? 2-nin kvadratı üstü 5. Bu da nədir bizdə? 2 üstü 10. Y-i yazaram. 8-i yazaram necə? 2-nin kubu üstü 4. O da neçə eləyir? 2 üstü 12. Z-i də yazaram ki, 32 necə yazaram? 2 üstü 5, o da 3. Bu da neçə verir məndə? 2 üstü 15. Bunların hansı böyükdür? Təbii ki, 2 üstü 15 böyükdür 2 üstü 12-dən, o da böyükdür 2 üstü 10-dan. Z böyükdür Y-dən, böyükdür nədən? X-dan. Z böyük Y, X A variantı. Keçdik 16-cı suala. 16-dan neyniyərəm? Kəsirini ixtisar edin. Sadələşdirəyin. Baxın, sürətdən neyniyərəm? Mənfi çıxartdım qarşıya. Nə qaldı məndə? 6 plus X. Məxrəc də görürəm ki, nəyin açılışıdır? 6 plus X-in açılışı verirmi bizə? Bəli. Çünki birincinin kvadratı 36, birinci ilə ikincinin 2 misli 12, X plus X-in kvadratı. Bəli. 6 plus X-lar gedər. İxtisar sürətimdə nə qalar? Mənfi 3. Məxrəcdə nə qalar? 6 plus X. Varmı elə cavabımız? Mənfi 3, X plus 6. Bu qaydada. Y variantı. Çoxluları verilmişdir. A fərqi B. Gəlin birinci A fərqi B-ni tapaq. A fərqi B nə deməkdir? Yəni A-da var, B-də yoxdur. A-da olsun, B-də olmayan hansı ədədlərdir? 9-lar ortaqdır, 12-lər ortaqdır, 15-lər ortaqdır. Deməyin hansı olacaq? 3 və 6. 3 və 6 və bundan da C-ni birləşdirəcəyik. C nədir? 3, 6, 18, 21. Demək bu ifadə A fərqi B birləşsin C. Onda nə olacaq? Bütöv birləşdirəcəyik hamısını. 3, 6, 18, 21. 3, 6 varımız idi zaten. 18, 21. Elə C-nin özü olmuş olur cavabımız. 3, 6, 18, 21. C variantı. Cəminin tam hissəsini tapın. Bu cəmin gəlin tam hissəsini tapayın. Neyniyək? Birinci düz, əslində şifahi də belə tapmaq olur, görmək olur. 3-ü 7-yə böləndə hardasa düşür bizdə 2 tam yüzdə daha doğrusu yox da dövr onluq kəsir kimi uzanacaq. 4 ilə başlayan bir ədəd olacaq. Və 0 tamla toplayanda onu da 1 tamı keçir və 2 tamımızda olduğuna görə 3 tam neçəsə gəlir. Tam hissəmiz 3 olmuş olacaq. Amma belənçiyinə də gəlin yazağını kəsik şəklində orta məxrəci gətirib hesablayaq. Neçə olur bizdə? 7-də 17 plus bu da neçədir? %65. Bunu da ixtisar aparsam, gəl %65-i ixtisar aparaq hələ 5-ə. Neçə qalır? 20-də 13. Bu da neçə edir bizdə? 7-də 17 plus 20-də 13. Bunlar üçün orta məxrəcimiz neçədir bizim? 140 olurmu ikisi üçün də? Bəli, 140. İkinci kəsir nəyə vuracam? 20-yə. 20-yə vursam neçə düşür? 340. Üzərinə də gəlmiş 7-yə vursam 1, 91. Bu da neçə verir mənə? 431-i 140-a böləndə bizdə nə verəcək? Gəlin böləkdə qıraqda 431 bölünsün neçə? 140. 3 dəfə düşər. 0, 3-dən 12 bir yadda. 4. 1 və 1 qalır 11. Yəni tam hissə neçə oldu? 3 tam. Onda bizə nə düşür? 140-da qalır neçə qaldı? 11. Məndən tam hissəni soruşdu ona görə. Elə tam hissəmiz nəyə bərabərdir? 3-ə bərabər olmuş olur. Eyni qövsə söykənən daxili bucaqlar bir-birinə nədir? Bərabərdir. Görmədə tapa biləcəm şəkil ara getdi. Görürsünüzmü? 56 dərəcə daxili bucaq nədir? Söykəndiyi qövsün nəyi? Yarısı. Daxili bucaq 56-dırsa, qövsümüz neçə dərəcə olacaq? 112. Bu qövsə bu daxili bucaqda söykənib. Onda elə x-imiz də nəyə bərabərdir? 56-ya. D variantı. Uyğun tərəfi paralel olan bucaqlar eyni adlıdırsa bir-birinə bərabərdir. Yəni 3 dənə x bərabərdir nəyə? X plus 15-ə. 2 dənə x-imiz əgər 15-dirsə, x neçə çıxacaq? 7,5. D variantı. Keçdi növbətinci sala. Şəklə əsasən x-i tapın. X-i tapaq. Baxın, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı olurmu? Yəni 3x minus 4-ün yarısı olmalıdır. Demək, x nəyə bərabər olmalıdır? 3x minus 4 bölünsün 2-yə. Çarpaz vursam 2 dənə x bərabər 3x minus 4. 2-ni sağa 4-ü sola keçirsəm, x-imiz neçə olmuş olacaq? 4 olmuş olacaq. Bizdən də x-i tapmağımızı tələb olunurdu. Tapdıq ki 4. Diametrdir. BC çevirən diametri AM toxunandır. ACM 32 dərəcə olarsa ACM. Baxın, buranı verib bizə neçə? 32. 32 desə, uşaqlar, qövsümüzün dərəcə ölçüsü 60 olur, olmur. Və diametr çevirəni 2 bərabər hissəyə böldüyünə görə buraya üçün neçə qalır? 114 dərəcə qalır, 116 dərəcə qalacaq, qalmayacaq. Və məndən nəyi soruşurdu? MAC bucağı, bu bucağı soruşur. Onda o bucağı tapmağımız üçün böyük qövsdən 116-dan çıxmalıyam nəyi?
Kiçik qövsü böləcəm neçəyə? 2-yə. Aydındırmı? Demək, 116-dan 64-ə çıxanda neçə qalır? 52. 52 indi 2-yə bölsəm neçə dərəcə çıxacaq bizdə? 26 dərəcə. Y variantı. Keçdik 23-cü suala. Əkop olarsa A-nı tapın. Şagirdlər, bura baxın. A-nın yerində nə durub? A 3K-dır. B neçədir? 4 dənə K-dır. Gətirib bu ifadədə yerinə yazsam, ortaq hədd kimi K-nı əkobun qarşısına çıxartsam, əkob neçə qalacaq? 3 və 4 bərabərdir 24-ə. 3 ilə 4 qarşılıqlı sadə ədədlərdir və yaxud da ki, ardıcıl tək natural ədəd. Əkob nəyə bərabərdir? Onların hasilinə. 12K, onda çıxır ki, 24-ə bərabərdirsə, K neçə çıxır? 2. K 2-dir. Məndən nəyə soruşur? A-nı tapın. A-ya 3K deməmişdikmi? Onda neçə olacaq? 3 vurulsun 2. 6-ya bərabərdir. 23-də doğru cavabımız olur 6. AB hasilini tapın. Buna da köməkçi düsturu tətbiq etsək. A plus B bağla kvadrat minus 2 dənə AB bərabərdir nəyə? 145-ə. Uşaqlar, A plus B cəmi neçə verib? 15. Yəni 15-in kvadratı minus 2 dənə AB bərabərdir neçə? 145. 15-in kvadratı 225 minus 145. 145-də keçirdim sola bərabərdir nəyə? 2 dənə AB-yə. 225-dən çıxsam 145-i neçə verir mənə? Demək 80-i verirmi? Bəli, 80 bərabərdir 2AB-yə. Onda mən AB-ni tapsam 80-də 2-yə bölsəm neçə olur? 40-a bərabər olmuş olacaq. AB hasildə neçə oldu bizdə? 40. A-nın hansı qiymətində 3 ədlisi 2 ədlisinin kvadratı olar? Baxıram bu hissələrə. Bu hissələrim nəyi verir mənə? 3 var və 3-ün x-a vurdum 6x. Demək burada da 2x olmalıdır da. Niyə? Çünki bunun kvadratın açılışı nədir? 4x-in kvadratı plus 12x plus 9. Bu ifadə ilə nədir? Uyğun olmalıdır. Onda x kvadratın əmsal A-dırsa, A neçə almalıdır bizdə? 4-ə bərabər. A-nı tapdıq 4. Sonra bu hansı sualdır? Bu karandaşı qələmi uzadım burada. 26-cı sualda nə deyir bizə? Düzbucaqlı üçbucağın bir katetin hipotenuza nisbəti 7-nin 25-ədir. Perimetri 112 olarsa hipotenuzu tapın. Şagirdlər, düzbucaqlı üçbucaqda deyir ki, katetlərin nisbəti biri 7K-dırsa, onda hipotenuz neçə çıxır? 5K. Və Pifagor ədədlərə görə 7, 24, 25. Pifagor ədədləri olduğuna görə, onda bu birisi katetimiz də neçə olur? 24K-ya bərabərdir. Və məndən perimetri verdi 12. Onda perimetri nədir? Bütün tərəfləri cəmləyərəm. 25K plus 24K plus neçə? 7K. Bərabərdir perimetri neçədir? 112. Bunların cəmi mənə nəyi verir? 25K 49, 56K-nı. 56K əgər 112-dirsə, K neçə çıxır məndə? 2. K 2-dir. Məndən nəyə soruşur? Hipotenuzu tapın. Hipotenuz neçə idi? 25K deyildimi? 25-i də vuraram 2-yə neçə eləyər? 50. Doğru cavabımız neçə olacaq? 50. Keçdik 26-cı suala. Uyğunluğu müəyyən edin. Lütfən təmizləyin. Əbob AB 18 olarsa, baxın birincidə Əbob A ilə B-ni bizə neçə verib? 18. Onda belə çıxır ki, A-nın da tərkibində 18 vurğu var. B-nin də tərkibində nə var? 18 vurğu var. Niyə? Çünki Əbobda biz nə götürürdük hər zaman? Ortaqlar. Əbob 18-dir, demək hər ikisinin tərkibində 18 vurğu var. İndi cavablara baxaq. A və B ədədləri həmişə 5-ə bölünür. D-yə baxın. Deyir ki, A və B ədədləri həmişə 6-ya bölünür. Şagirdlər, baxın, A-nın da tərkibində 18 var, B-nin də tərkibində 18 var. 18 varsa, bu ifadə avtomatik həmişə nə olacaq? 6-ya tam bölünmüş olacaq. Onda 1-ə nə uyğun gəldi? Da uyğun gəlirmi? Sonra, A və B ədədləri həmişə 24-ə bölünür. Xeyr, 24-də həmişə sözü varsa, burada həmişə ödənməlidir. Amma elə ədədlərimiz olacaq ki, 24-də tam bölünməyəcək. Keçdik ikinciyə. AB 25 olarsa, yəni Əbob yenə də A və B neçə verir məndə? 25. Eyni qayda olaraq yenə də A-nın tərkibində 25 vurğu var və B-nin də tərkibində nə var? 25 vurğu. Onda belə çıxır ki, bu A və B ədədləri həmişə nə olacaq? 5-ə bölünən ədəd olmuş olacaq. 2-yə uyğun gəlir A. Keçdik üçüncüsünə. Əkob A və B bərabər 13. Uşaqlar, əkobu tapanda necə tapırdı?
Bir vuruq götürürdük, digər vuruna baxırıq, nəyi yoxdur, vururduq onun üçün. Vuruğuna vururduq da, aydındır. Və 13 özü sadə ədəddir. 13 özü sadə ədəddirsə, onda belə çıxır ki, ədədlərim hansı şəkildə ola bilər? 1 ilə 13 şəklində ola bilər də, düzdürmü? Bu ədədlər də necədir bir-birinə? Qarşılıqlı sadə ədədlərdir. Onda 3-ə də nə uyğun gələcək? Y-yə uyğun gəlmiş olurmu? Sonra B ədədi həmişə A-ya bölünür. B ədədi həmişə A-ya bölünür. Biz burada deyə bilmərik axı B1-dir, A 13-dür və yaxud da ki, A 13-dür, B1-dir. Ona görə həmişə söz olduğuna görə bunun üçün deyə bilmərik. Demək, uyğun növ gəldi nə? 1-ə D, 2-yə A, 3-ə Y. Keçdik yazı tipli tapşırıqlara. 28. Lütfən təmizləyim qoy. 2 rəqəmli ədədin onluqlarının sayı. Hər hansı bir 2 rəqəmli ədəd yazıram. Deyir ki, onluqların sayı təkliklərin sayından 3 dəfə böyükdür. Onluqlar neçədir? Təklik onluqların sayı, yəni A, təkliklərin sayından 3 dəfə böyük o deməkdir ki, 3 B-yə bərabərdir. Bunu bildik. Bu ədədlə, yəni ilkin ədədim A, B-dir. Onun rəqəmlərinin yeri dəyişməklə, rəqəmlərinin yerində dəyişdim. B, A. Rəqəmlə yerini dəyişməklə alınan ədədin cəmi. Bu ədədlərin cəmi nəyə bərabərdir? 88-ə. Bunu atsam, olacaq 10 dənə A plus B plus 10 dənə B plus A. Nəyə bərabərdir? 88-ə. A-ları toplasam, A 10. 10-a A neçə verir? 11-a plus 11 dənə B bərabərdir nəyə? 88. Buradan 11-i çıxarsam ötərcə qarşısına. A plus B cəmi nəyə bərabərdir? 88-ə. 11-ə aparsam ixtisar. A plus B cəmini neçə tapıram? 8. Axı bizdə ilkin ifadədə vermişdi ki, A nəyə bərabərdir? 3B-yə gətirib burada nəzərə yerinə yazsaq, onda olacaq neçə? 4 dənə B bərabərdir 8-ə. B neçə çıxır məndə? 2. B 2-dirsə, neyin yerəm? 3-ü də 2-yə vuraram, neçə tapıram? 6. Məndən nəyi soruşurdu? Bu ədədi tapın. İlkin ədədimiz AB deyildimi? A-nı tapdım 6, B-ni tapdım 2. Yəni ilkin ədəd neçə imiş? 62. Doğru cavabımız neçə çıxacaq? 62. 29-cu suala baxaq. Demək, 29-cu sualda nə deyir bizə? 8 işçi bir işi 24 günə görür. İşin yarısı 8 işçi ilə görüldükdən sonra qalan iş üçün 4 işçi işdən çıxdı. Ümumi iş tamamlamaq üçün neçə gün lazımdır? 8 işçi bir işi 24 günə görürsə, işin yarısı, yəni o işin yarısı neçə günə görmüş olarıq? 12 günə görülürmü? Demək, bizdə 12 günümüz iş görüldü, yerdə qaldı nə qədər? Növbəti 12 gün və bu 12 günü də mən 8 günə görüb bitirə bilərəm. Amma mənə deyir ki, 4 işçi çıxdı. 4 işçi çıxıbsa, bəs yaxşı, 8 nəfər bu işi 12 günə görürdüsə, 4 nəfər bu işi neçə günə görə bilər? Bilmirəm, X. Və burada tənasibə baxıram ki, tərs mütənasib kəmiyyədir. Tərs mütənasiblər. Niyə? İşçi sayı azaldıqca görülən işin vaxtı nə olacaq? Artacaq. Ona görə nə edəcəm? Qarşı-qarşıya vuraram. 8 vurulsun 12 bərabərdir 4 vurulsun X-a. Apardım ixtisar. Burada neçə tapdım? X-i də tapdım 24. Uşaqlar, İşin yarısı görülmüşdümü? Yəni 12 işin yarısı görülmüşdü. 12 günlük iş qalmışdı. Onu da 8 nəfərlə işləsəydi 12 günə bitirərdi. Amma 4 dənə işçi çıxdığına görə yerdə qalan işi də mən neçə günə bitirərəm? 24 günə. Və məndən nəyi soruşur? Ümumi işi tamamlamaq üçün neçə gün lazımdır? Məndən ümumi işi tamamlamaq üçün deyir ha. Yerdə qalan işi demir. Ümumi işi tamamlamaq üçün əvvəl 12 günün bir getdi. Növbəti də neçə? 24. İkisinin cəmi neçə olacaq? 36 gün. Gəldik isbat məsələmiz və sonuncu. Nə deyir bizdə? A, D nöqtəsi ABC üçbucağın AC tərəfi üzərindədir. Gəlin hər hansı bir üçbucaq çəkək. A, B, C. D nöqtəsi ABC üçbucağın AC tərəfi üzərindədir. Hər hansısa AC tərəfi üzərində bir D nöqtəsini qeyd eləyək və bizə deyək ki, isbat eləyin ki, bucaq B böyükdür nədən? Bucaq A-dan olduğunu isbat edin. Biz buradan B-dən D-yə hər hansı bir dənə xətt çəkək. Və bizə nə şərti verib? BC-nin CD-yə bərabər olduğunu verib. Uşaqlar, baxın. Bu məsafənin bu məsafəyə bərabər olduğunu verib ki, bunlar bərabərdir. Onda bu belə çıxır ki, bu üçbucaq necə üçbucaqdır? İndi mənim şəklimə görə bərabər yanlı biraz görsənmir. Yəni BC tərəfi daha uzun görsənir, amma şərtə görə hərəkət edirik. BC CD-yə bərabər olduğuna görə belə çıxır ki, bu üçbucaq necə üçbucaqdır? Bərabər yanlı. Burada olacaq alfa. Bu bucağımızda nə olacaq bizdə? Alfa.
Onda mən bu tərəfə x desəm, bu tərəfin bir x olarmı? Çünki bərabər yanlıdır. Yan tərəflər bir-birinə nədir? Bərabər. İndi məndən deyir ki, B bucağı A bucağından böyük olduğunu isbat edin. Baxın, B bucağı hansı bucaqdır? Yəni onu yaşılla göstərin. Bax, B bucağı budur. Düzdürmü? B bucağının qarşısında duran tərəf hansıdır? Bax, böyük bucağa görə. Onu bir də aşağıda çəkeyim. A, B, C. Uşaqlar, mən bu məsafəyə x demişəm. Bu məsafədə hər hansı bir t deyirəm. Onda nə çıxır? X plus t olurmu B bucağının qarşısındakı tərəf? Sonra D bucağının, daha doğrusu A bucağının qarşısında duran tərəf nədir? X. A bucağının da qarşısında duran tərəf nədir? X. Üç bucaqda da belə bir xassə var ki, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında nə durur? Kiçik tərəf. İndi bu tərəfim bu birisi tərəfdən kiçikdirmi? Niyə? Çünki burada x-dır. Burada isə x-in üzərinə hər hansı bir ədəd gəlmişik, düzdür? Ona görə AC tərəfim nə olacaq? AC tərəf böyük olur nədən? BC-dən. Böyük bucaq qarşısında da böyük tərəf, kiçik bucaq qarşısında da kiçik tərəf durmuş olur. Ona görə bucaq B-miz nə olacaq? Böyük bucaq A-dan. Aydın oldu mu? Bu da bizim olduğu sonuncu sualımız. Yaxşı uşaqlar, sağ olun.